Sonradan peşmanlıq hissi yaşamamaq üçün məsuliyyətsiz davranıb uşaqları nəzarətsiz qoymayın. Ata, köyde ne tapmayacağım? Nə tapmısan oğlum? Şifriz. Abala ver görmə o mənə. Belə şey olar ha. Yerdə də şifriz olar heç. Bu uşaqların əlinə keçsə nətər olacaq? Oğlum, bax sənə deyirəm, yerdən qətiyyən heç də götürmək olmaz. Əsas da gördün ha. Yerdə şifriz, dərman, şüşə qırığı, lezva, belə şeylərə ümumiyyətlə yaxın getmə. Eşitdin? Bunu nəyə görə deyirəm? Yəni lezvadır, şifrizdir, belə şeylərdir. Sənin əlvə ayağına batar, kəsər, yaralayar səni. Ata, ben bir daha multifilme bağımıydım. Demek orada 4 tane spor, bir tane de soliydi. Olayın üstüne yaşıl mahiyette geliyor. Olay böyür, mutant ninja spagalar olur. İndi o iğne mənim də əlimə ayağıma patlaydı. Mən də elə olaydım. Yox oğlum, o iynə əgər sənin əlvə ayağına batsa, səndən olsa mutant ninja narkoman olar. Ona görə də sən gəl atanın sözünə qulaq as. Yaxşı, ağıllı bala.